Dostlar, hazırda aeroportdayım. Pekinə gedirik inşallah. Burada xoşuma gəlməyən bir məqam oldu. Onu sizlə bölüşüm. Bizim aeroportda terminal 1-də biz həmişə gözləmə zallarından istifadə edirik. Kartlarımız var, giririk. Bura Abşeron Lançdır. Və mən Abşeron Lança girdim. Yoldaşım da buna üzbəüz Bakı Biznes Lança girdi. Uşağı bilmədiyi neyini. Hər iki lanç uşağı qəbul eləmiş. Başa salırıq ki, uşaq 3 yaşındadır. Uşağın dili yoxdur, ağzı yoxdur. Uşağı neynəməliyik? Dur, yox, qayda odur ki, uşaq girə bilməz. Deyirəm, başa düşürəm, uşağın 8 yaşı ola, 17 yaşı ola. Biz onun üçün kart alaq eləyək. O mümkün deyil axı. Ödəniş söhbəti də deyilir burada. Uşağı ödəniş elə. Yəni, burada 5 dəqiqə sənin yanında uşağı heç nə yemir. Uşağın əlində də burgeri var. Özü onu yeyir. Deyir ki, 5 dəqiqə dayansın yanımızda. Onsuz biz burada 5 dəqiqə bir dənə çay içib çıxırıq. Və bildirmirlər. İnsanla elə davranırlar. Bunların yəni yanaşması nə formadadır? İşləyəndə birinci insanda bir işə qarşı qanun ola bilər, vicdan olmalıdır. İnsanın yəni işə yanaşı, insaniyyət, yəni bu şeylə yanaşmırlar bu işə. Qanun, qardaş, qanunu başa düşür. Uşaq heç bir şeydən yemir, heç nəyə əl vurmur. Sadəcə fiziki olaraq ata və ananın yanında oturur. Yəni burada sənin uşağı zala buraxmamaq problemin nədir? Keçən dəfə bu hal Avropadaydı, İtaliyada olanda. Bez problem buraxdılar. Ata və ana uşağı otursun. Uşaq heç onun dayandı orada. Heç oradan bizdən soruşmadılar. Uşağın 2 yaşı var, 3 yaşı var. Biz dünyanın müxtəlif ölkələrində olmuşuq da. Burada ən böyük problem həmişə Azərbaycanda olur və bizim aeroportda olur. Orada hər bir dəfə uşağı buraxırlar ki, otursun sənin yanında. Uşaq neynəcək? Burada yeməkləri yeyib dağıdacaq, yoxsa nəsə eləyəcək? Yəni, məsələ budur. Burada şey deyilir, bir də uşağı yanında oturmağına görə 35 dollar hə ödə. Bəs insaniyyət, bəs insani hisslər. Səbinə xanım var, danışıram, bildirir ki, olmaz. Adamla elə danışır ki, insan heç bir də bura gəlmək istəmir. Məsələ odur.